son şedevrlər yada gəlmişik. Ədəbiyyat dil üzərində qurulan saraydır. Bunun kərpici də, əhəngi də, yəni bütün o dil materialları sağlam olmalıdır. Nizami Gəncəvi məsələn Məcnunu deyək ki, boynunda zəncir, Leyla axtarışındadır. Yəni özünü Leylinin nə hesab eləyir? Qurbanı. Və o ənənə gedir. Boynumuzda qəm zənciri ifadəsi demək olar ki, bizim orta əsr ədəbiyyatımızın ən çox işlənən ifadələrindən birisidir. Mən bu adamları lap belə binayı qədimdən tanıyıram. Çünki ləhcəsi mənə doğma, danışıq tərzi doğma, hər şey mənə əcdadlarımdan sanki xəbər verirdi. Qaçıram sevdiklərimdən, tökürəm yollara alın tərimi, ölümü birinci qarşılayıram, ölümsüz edirəm sevdiklərimi. Allah onları qorusun. O cümlədən də Allah, Tanrı sizi qorusun. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugünkü qonağımız Şəkidə yaşayan şair, tərcüməçi, amma yalnız bölgədə deyil, bütün Azərbaycanda yaxşı tanınan Vaqif Aslandır. Vaqif müəllim, xoş gördük. Xoş gördük, xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Amin. Sizi həmişə biz xoşbələ, ovqatla, gülər üzlə qarşılamağa hazırıq. Şəkidə yaşayaraq necədir özünü realizə eləmə imkanları? Bir şair, bir elm adamı, bir ziyalı olaraq ümumiyyətlə. Şəkidə olmaq, yaşamaq ilk növbədə böyük bir şərəfdir. Çünki Şəki bizim bu möhtəşəm Azərbaycanımızın, o cümlədən də Azərbaycan türkünün genetikasını və anatomiyasını, o cümlədən genetik kodlarını qoruyub saxlayan bir məkandır. Bizim Şəkinin danışıq tərzindən tutmuş, rəftar və ünsiyyət tərzinə qədər hər şey xalqımızın qədimliyindən, təfəkkürümüzün, o torpağın, atmosferin, dərin qatlarından gəlməsini göstərir. Bu günə qədər də ancaq söhbət gedirsə, bəs Şəkidə yaşamaq, yaradıcılığına məşğul olmaq necədir? Mən açığını deyim ki, mən anadan olanda bu torpaqda anadan olmuşam. Mənim valideynlərim və onların valideynləri ta Adəmlə Həvvaya qədər bu torpağın sakinləri olublar. Buna görə də bu hardasa Şəkini bilmək, Azərbaycanı bilmək qədər möhtəşəm bir hadisədir. İnandırıram sizi, məsələn, mən Cənubi Azərbaycanda, Təbrizdə və Urmiyada olarkən mənə elə gəlirdi ki, mən bu adamları lap belə binayı qədimdən tanıyıram. Çünki ləhcəsi də mənə doğma, danışıq tərzi doğma, hər şey mənə əcdadlarımdan sanki xəbər verirdi. Bu, yaradıcılığı üçün əsas stimuldur. Sonra hardasa Şəkinin sağı və solu var. Bu tərəfdə Şəkinin Oğuzu, Qəbələsi, o tərəfdə deyək ki, Şəkinin, nə bilim, Qaxı, Zaqatalası, Balakəni, bütün bunlar Azərbaycanı anlamaqda mənə böyük köməklik göstərdilər ki, mən Azərbaycanı başa düşə bildim. Buna görə də mənim yaradıcılığımda təkcə məsələ poeziya aparıcı rol oynamaqla qalmadı, həm də elmi yaradıcılığım, sözlərin etimoloji təhlili, adlar, tarixə, səyahət, amma dilimiz, ağzımızın içindəki dil bizə nə deyir və bu dil yaddaşı və bizim hardasa düşüncə tərzimiz bir-birini nə qədər tamamlayır. Bizim torpağımız, bizim Kiş-kəndimiz, Şəkimiz, Şəkinin ətraf kəndləri və bu torpağın qatları, arxeoloji qatları ilə bizim dilimiz nə qədər üst-üstə düşür. Bütün bunların hamısı mənim üçün son dərəcə maraqlı bir şeyə çevrildi. Sizə adi bir dənə misal deyim belə, bizdə bu arvadlar, qadınlar, qarğış eləyəndə külləyən küp olasan, formantından istifadə edirdilər, külla küp olmaq. Mən fikirləşirdim ki, yəqin ki, adam yandırılır, küpə qoyulur, bunun külüyü küpəlik olur da. Yəni, bu dünyasını dəyişir. Digər bir variant da, özdə bütün Azərbaycan variantıdır bu, təkcə bizə aid deyil. Məsələn, görün çatlasın sözü. Məsələn, hansı gör çatlaya bilər? Əlbəttə ki, məsələn, küp qəbir çatlaya bilər. Bizim bu kəndimizdə, məsələn, küp qəbrin bütün formatları var. Həm zərdüştlüyü ilə bağlı ki, məsələn, deyək ki, apardılar, dünyasını dəyişən adamı qoydular hansısa bir yerə. Orada qurt, quş bunun deyək ki, ətini yedi, sümükləri qaldı, götürüb sümüklərini qoydular küpə və dəfn elədilər. İndi bunlar deyirlər ki, bu mənim özümünküdür. O mənim ətimi yesə də
sümüyümü çöldə qoymaz. Bu bizim danışıq tərzimiz, bu bizim tariximiz. O biri tərəfdən də hardasa insan qurban verilməyi ilə bağlı formatlar ki var, üzüm ayağının altına, qabağında ölüm. Sən mənə bastın keçdi nə? Axı insan qurban veriləndə qayda idi ki, o müqəddəs zəncir qurbanlığın boynuna keçirilirdi, gətirirdilər məbədin qabağına, sağdan və soldan əlində nizə olan bir adam çıxırdı, qəfildən bu adamın böyrünə həmən o nizələri vururdular. Ancaq o zaman kahin onu buraxırdı zəncirini. Buraxırdı ki, o sərbəst yıxılsın. Ondan sonra birinci baş kahin onu basıb keçirdi, sonra da o birilər. İndi mənə bastın, keçdin, heç səndən gözləməz idim. Yəni sən mənə nə edin? Qurban verdin. Və görün, məsələn, bizim dilimiz, sonra bizim ədəbiyyatımız. Məsələn, Nizami Gəncəvi, məsələn, Məcnunu deyək ki, boynunda zəncir nə edir? Leyla axtarışındadır. Yəni, özünü Leylinin nə hesab edir? Qurbanı. Və o ənənə gedir. Boynumuzda qəm zənciri ifadəsi demək olar ki, bizim orta əsr ədəbiyyatımızın ən çox işlənən ifadələrindən birisidir. Buna görə də, məsələn, mən öz dilimizə, kəndimizin ləhcəsinə, danışığına o qədər heyranam ki, mənə elə gəlir ki, məsələn, mən öz dilimizi, tariximizi elə oradan nə edirəm? Öyrənirəm. Sonra məni yandırma. Dünyanın heç yerində məni yandırma formatında söz getmir. Yəni, laf getsə də bunu digər millətlər başa düşməz ki, yəni, axı, mən sənə yandırmıram, axı. Və görsən, məsələn, bizim atəşpərəsliyimizdən, hasansa zərdüştü olmağımızdan, bütpərəsliyimizdən, sonra xristiyanlığımızdan, Ana Məryəmə bağlı, sonra İsa Peyğəmbərin nəfəsi ilə bağlı düşüncələrimizdən, ən nəhayətdə İslami dövrdən bizim təfəkkürümüzdə özünə yer tapan dünya görüşündən gələn nə qədər sözümüz və ifadəmiz var. Mən onların çoxsunu şeirlərimdə neynəmişəm? İşlətmişəm. Hətta bir şeirimdə yazmışdım ki, anam torpaq, mən oğlunam, yaxşı bax, dayanmışam qabağında baş əyim, dayanmışam qabağında baş əyib, qucdum səni, sinəm yandı, sinəm ah, öpdüm səni, dodağıma köz dəyib, inanmağa ayın, günüm bəstilər, külliyən küp eylədilər, ay anam, qıyma, doğradılar, kəsdilər, əqidəni, inamını, ay sonam. Kərpiz olub divarına hörüldüksə vətən deyib bozladıq, yad əli ilə yad ellərə sürüldüksə, göyüm, sızladıq. Anam torpaq, mən oğlunam, yaxşı bax, dayanmışam qabağında, baş əyib, qucdum səni, sinəm yandı, sinamaq, öpdüm səni, dodağıma köz dəyib. Mən ona görə də məsələ, ədəbi yaradıcılığımda, düzdür, gənclik dövrünün ədəbiyyata bəxş elədiyi nəsnələr var, sevgi ilə, məhəbbətlə, yəni özünü anlamaq və özünü dərk eləməklə bağlı. Eyni zamanda özünü dərk etmək, hələ özünün oğlan olduğunu anlamaq, özünün qız olduğunu başa düşmək deyil. Özünü dərk etmək həm də eyni zamanda ayağının altındakı torpağı başa düşməkdir. Başının üstündəki səmanı anlamaqdır. Hər gün gördüyüm, bura bax, o ətraf mühiti hansı səviyyə ilə qəbul eləməyindən asılıdır belə şeylər. Ona görə də mənə çox şey verdi. Yəni, Şəkidə doğulmaq, Şəkidə böyümək, nə bilim, burada işləmək. Özdə Şəki insanları, mən açıq deyirəm, çox səmimi, çox gözəl insanlardır. Hətta mənim elə vaxtlarım olub ki, baxmışam ki, görmüşəm indi mənim tanımadığım indi şəkli bir ağsaqqal kişidir də. Deyir, bizim qonşumuzda filan kəs var, onun əli biraz aşağıdır. Görürsən ki, onun dərdini çəkir. Mən eyni məsələn o genetikanı harada gördüm, bizim bu Qaxın Sarıbaş kəndində. Axı bu Sarıbaş kəndi bildiyiniz kimi vaxtı ilə çox möhtəşəm bir kənd olub. Bu kənd indi demək olar ki, yetim bir kənddir. Yəni onun sakinləri məcburən o həyatın sıxıntıları uzbatından o kənddən uzaqlaşıblar. İndi baxırsan ki, birdən 500-300 ev üstü belə yatıb,
o eyvanların dirəkləri daha sürüyüb də belə. Yan pörtü durur, böyrü üstə durur. Amma həyətdə ağaçların budaqlarını meyvələr əyib, dərən yoxdur. Həyətlərdə güllər açıb, iyiləyən yoxdur. Çöllərdə, səmənlərdə ayaq izləri göstərmir. Belə bir kənd. Gəzən, dolanan, keçən yoxdur, hə? Görsən, yoxdur da. Yəni, məsələn, axı bu kənd o kənd idi ki, bu kəndin təkcə qol basma üsulu ilə hazırlanan kalbasasının 28 növü var. Kalbasanın 28 növü. Süfrəsinin 172 adda, deyək ki, mətbəx də, belə deyək ki, xörəkləri var. İndi, məsələn, belə bir kəndlə mən tanış oluram və baxıram, görürəm ki, bu bizim kəndimiz, o da bu Sarıbaş kəndi, bu mənim düşüncəm, o da onların düşüncəsi, hamısının kökü bir, hamısının kökü eyni. Və diqqətlə məsələ fikri verəndə ki, mən bilmirdim ki, məsələn, daşın da erkəyi dişisi olur. Bir də gördüm ki, Allah rəhmət eləsin, Rəsul Tahirzadə deyilən bir, məsələn, tarixçi alim, Allah onu qəbri nurla doldursun, öz kəndi haqqında gözəl bir kitab yazıb, Sarıbaş və Sarıbaşlılar deyir ki, bu qara, xırda daşlar ki var, bunlar ərkək daş sayılır. Çox qəribədir ha, məsələn, heç mən onu bilmirdim. Hətta deyir ki, bu kəndin qırağında bir yer var, biz ona Ağdam deyirik, ona görə ki, həmişə ora ağ kəsələrdən köşkülər qurub, orada dərin məsələlər, yəni kəndin taleyi ilə bağlı məsələlər müzakirə olunub. O dəqiqə mənə Ağdam sözünün etimoloji mənşəyi gəldi, çatdı ki, görün məsələ bu necədir. Məsələn, bizimki Şəkidir. Hamıdır ki, Şəki Saq tayfaları ilə bağlıdır, Sakalarla. O tərəfdə Saka taladır. Elə Sakan taladır. Yəni, bu da Saq tayfası ilə bağlıdır və bizim kəndində, məsələn, etimoloji mənşəyində Kas tayfaları durur. Bu Kas tayfalarına Yunanlar Kaspi deyirlər. Ruski variantda, Rus variantında bu Kassit şəklində gedir və belə deyək, daha böyük coğrafiya mənasında bu söz Kaspiyana şəklindədir, bilirsiniz də. O, məsələn, deyək ki, Strabonda, nə bilim, Ptolemeydə, ondan sonra gələn böyük pilini, kiçik pilini, nə bilim, bu tarixçilər pleyadasında da bu adlarla bu gedir. Mən də bunu öz əsərlərimdə Kas-ər, Kas-ər adlandırıram. Özdə Kas-ər sözünün formantında bilirsən də, Kas-ər, Xas-ər və Xəzər durur. Elə mən ona gələcəkdim ki, bu Xəzər tayfalarının... Çox sağ olun sizə. Bax, mən burada indi icazə versəydiniz, göstərərdim. Bu ruhlarla söhbət poemam ki var. Mən bu poemanı yazanda həm də istədim ki, Türkün tarixini yazım. İndi bu poema həm də Özbək dilinə, bu isə Türk, Anadolu Türk ləhcəsinə çevrilib, tərcümə edilib deməyə biraz dilim gəlmir. Çünki bunu harca redakt olunmasını da özümə tapşırmışdılar. Özümün də, axı, orijinal özümün yazdığı əsərdir. Onlara baxdıqsan görürdüm ki, hətta oradan nə qədər, məsələn, eyni bir ağaçdan çıxan budaqlar kimidir də bunların hamısı. Və bu poema başlayanda mən başlamışdım ki, ey əslini, nəslini, kökünü axtaran kəs, burada ehtiyatla gəz. Bura qəbristan yeri, qəbristan postan yeri, soyuq olsan göyərməz. Bura əkilən toxum, yer üstə olan varın, yer altda qalan yoxun. Yox olmasa, var olmaz. Bir ağac min bir budaq, hər budaqda bar olmaz. Ey əslini, nəslini, kökünü axtaran kəs, bura əkilən toxum, imisti göz yaşı ilə sulanmasa göyərməz. Və bundan sonra mən o poemanı özümüzün günlərdən başlayıb, Sovet dönəminə atladım, aşağıya düşdüm, xanlıqlar dövrünə, aşağıya düşdüm, deyək ki, məsələn, haradasa Əfşarlar dövrünə, Səfəvilər dövrünə, Qazarlar dövrünə, Qaraqoyunlular, Ağqoyunlular, nə bilim, getdim də hara qədər gedə bilərəm, gedirəm. Hətta məsələ orada bir yer vermişdim, bir epizod ki, Sultan Səlim saz səsi eşidir, görürək, kimsə saz salır da, sazın axı səsi
Sultan Səlimə xoş gəlir axı, bu türkdür. Bu Osmanlı imperatoru olsa da bu türkdür, olmasa da türkdür bu. Elə, bu deyir, soruşur ki, bu sağ səsi hardan gəlir? Deyim, mənə deyir, dedilər ki, salan Şah İsmaildir. Axı Şah İsmail axı türkdür. Özdə Şah İsmail Xətayin dövründə bizim dastançılıq, aşır ədəbiyyatı, elə, məsələ bu dövrdə, məsələn, ədəbiyyatın inkişafı, mən onun dilindən orada bir şeir vermişəm Sultan Səlimin ki, biz günah uzundan olmuşuq sayıl, Türkün sızıldayan ürəyidir saz. Çal, Şeyx Heydərin oğlu İsmail, sən Türkün, mən Türkə, gileyidir saz. Nə sən buna şadsan, nə mən buna şən, mən salan qılıncdan, solan, bürüşən, sən salan qılıncdan qırılıb düşən bir türk övladının biləyidir saz. Sən üzü qarasan, mən üzü qara, tali rəhm eyləmir günahkarlara, daha olan olub, bugündən sonra türklərin əbədi gərəyidir saz. Sonra aşağıya indiksən, getmişəm ta o birinci Göytürk, bilirsən də, birinci Göytürk imperiyası, ikinci Göytürk imperiyası, nə bilim Gültəkin, sonra Tonyukuk, Bilgə Xaqan dövrünə və orada olan bəngü daşları, axı mətni mənim çox xoşuma gəlir. Mən tarixdən, o cümlədən də, məsələn, qədim türk, belə deyək ki, ədəbiyyatından və arxeologiyasından öyrəndiyim biliklər və yazılar içərisində bu yazılar mənim üçün çox əzizdir. Ona görə ki, Bilgə Xaqan deyir ki, ey türk, nə qədər ki göylər basılmayıb, nə qədər ki yerlər dəlinməyib, sən var olacaqsan. Ancaq sənin gözünü Çinin qumaşı tutmasın. Nə qədər ki sən özünü böldün, o qədər də öldün. Ey türk, titrə və özünə dön. Sən özünə döndün. Mən həmin o poemada Bilgə Xaqan dilindən o sözləri belə vermişdim ki, tutmasın gözünü Çinin qumaşı, özgənin ofsası, yadın şabaşı, baş etmə özünə, əyləm başı, titrə, özünə dön, millətim mənim. Doğudan, batıdan güdürlər səni, qızıla, gümüşə tuturlar səni, yurt, oba udurlar səni, titrə, özünə dön, millətim mənim. Günəşi bayraq tək sancmışıq göyə, türk oğlu bir dikəl, ona dur yiyə, ruhu əcdadının şad olsun deyə. Titrə, özünə dön millətim mənim, sənin tarixin var, bəngü daşın var, daşdan da dözümlü qan yaddaşın var, hələ qabağında ər savaşın var, titrə, özünə dön millətim mənim. Və nəhayət tamtamadan keçdim. Gəldim ən sonda əsəri qutardım, hardasa bizim Azıq mağarasında. Çünki Azıq mağarası bilirsən də çox qədim mağaradır, qədim insan məskənlərindən biridir. Amma Azığa Qobustandan keçib getdim. Çünki Qobustansız getmək olmaz. Qobustan o qədər müqəddəs yerdir ki, orada insana heç bir şər qüvvə qələbə sala bilməz. Orada insan qorunur. Şeirlərində də bunu elədim. Sonra hardasa 1991-ci il bilirsiniz də məşhur bir hadisə baş verdi bizim kənd üçün. Bizim millət vəkilimiz, o cümlədən bizim böyük türkoloqumuz, alim Aydın Məmmədov dünyasını dəyişdi. Sizin həmkənçinizdir. Bəli, mən onda Aydın poemasını yazdım. Mən Aydın poemasını yazdım, dövrü təhlil etdim. O dövrdə dövrü təhlil etmək çox çətin şeydir. Çünki hamı ayaq üstə gəzir, hərəsi bir partiyanın üzvü. Hərəsi, məsələn, bir istiqamətdə fəaliyyət olan adamlar. Doğrudan da zaramızdır, məsələn, üzdən belə baxanda adı görünməyinə baxma da, bu biraz yekə söhbətdir də, elə də öyle. Mən onu da yazdım və hardasa orada mən dəfələrlə türk tarixinə qayıtdım. Çünki Aydın da türkologiyanın, necə deyərlər, məşhur bilicilərindən birisi idi. Məsələn, bizdə Fərhad Zeynalov var idi, universitetdə bilirsiniz də, türkologiyanın əsaslarını yazan oğlan. Bizdə Kamil Vəli Nərimanoğlu, o vaxtı Kamil Vəliyev idi bu. Amma çox gözəl alim, çox səmimi bir dost. Başqa cür adamdır o. Mən o Kamil müəllimi harada görmüşəm? Mən o nadir fond deyirlər, redki fond. Bizim Respublika kitabxanasında mən o
Şardayan ki, tərcümə eləyirəm orada. O qayda da belədir ki, hər yeri axtarmışıq. Mənə elmiş kimi verilib, deməli, 17-ci əsr Fransız səyyahlarının əsərləri Azərbaycan tarixinin mənbəyi kimi. Mötərizənin içində Şardan 10 cild, Taverniye 6 cild, Rafael Dumont 1 cild, hamısı bir yerdə 17 cild. Ən balaca kitabın səhifəsinin sayı 375-365 səhifə. İndi mən də demişəm ki, bax qardaşlar, bax mən Kiş məktəbində mən dərs deyirəm, mən müəlliməm. Çox alanda ayda 180 manat maaş alım mən. Əgər bu fundamental kitabxanada varsa akademiyanın, mən bu mövzunu götürüm, yoxsa mən bunun dalınca ora get, bura get, özü hələ Sovet dönəmi idi bu ərəfədə. Sizin geniş olan vaxtınız. Dedilər var. Mövzum təsdiq olundu, məlum ol ki, yoxdur. Allah haqqı Moskvaya, Leningrada məktublar göndərdim. Həm də eyni zamanda institutunda, tarix institutunun adı ilə. Cavab gəldi ki, biz ancaq sizə 15 səhifə verə bilərik hər cilddən. Hər cildin o mənim qardaşım. Bax, buradan əgər icazə versəniz, göstərərdim. Hər cilddə səhifələrin sayı, görün nə qədər burada səhifələr var. İndi məsələn, hələ bu bir cilddir də, elə də öyle. Bax, bura qədər. Bu bir cildin vərəqləridir. Baxın. İndi bu cilddən 15 səhifədən mən nə başa düşərəm? Təkcə bunun ön sözü bura 50 səhifədir. Rafael Dumont heç yoxdur. Taverniye heç yoxdur. Nəysə də Əlazın üzüllü də Redke fondda 2 cild tapdıq. Şardanin əsərlərinin 1-ci və 2-ci cildlərini qardaşım. Mən onu deməli, bilirsiniz də orada adamlar nə cür oxuyurlar da. Məsələn, nəzarət altında oxuyurlar. Mən də nəzarət altında belə oxuyuram. Oxuyuram belə. Hətta məsələn orada Əli Söhbət Sumbasadənin qızı idi oranın rəhbər o bədə. O gəlir vərəqi belası ki, o biri səhifəni oxuyum. Mən də bu darıxdırır belə şeylər. Mən sərbəst olmağa öyrəşmiş adamam, amma oxuyuram. Özdə əsər 1711-ci ilin nəşridir. Məsələn, 1711-ci ildə bizim Azərbaycanın özündə Azərbaycanlı yazısını yaxud səyyahın əsərini oxusa adam nə günə düşər. Amma Allaha and olsun, mənim yaddaşımın möhkəmliyi mənə nə boyda köməkliklər eləyir. Elə bil, məsələn, baxıram, məsələn, o qanşına deyək ki, bir 100 minlik lüğəti var da fransızca. Elə bil, gətirirəm lüğəti gözümün qabağına, sözü tapıram. Bu qayda ilə oxuyuram, neysə. Oxudum bir 2 gün, 3 gün, 4 gün belə oxudum. Arxada da 2 nəfər yoldaş əyləşir, amma çox mədəni insanlar idi, çox. Mən təşəkkür edirəm onlara da. Yəqin hiss edirdilər ki, mən biraz başqa adamam. Vallahi, bir gün gördüm ki, o qızı çağırdılar, Əli Söhbət Sumbasadənin qızını qapıya. Orada nəsə danışdılar. Sonra gəldilər, qız gəldi mənim yanıma, amma o adam orada Redke fondun qapısından bir addım çöldə dayanıb. Gəldilər ki, bəs sən təxminən 1-2 səhifə tərcümə eləyərsən fransızca, haradasa 18-ci əsr dünya tarixi kitab ki var, L'Histoire du Monde, du 18e siècle. Dedim, olar, mən eləyərəm onu, tərcümə nə var orada. Amma icazə də, arxadakılar da icazə verdilər. Mən də götürdüm, kitabı belə açdılar qabağıma. İndi qız kitabı qoymur ki, mən özüm tutum, əlimdə özü tutur belə. Kitab da qalın belə bir kitabdır, dünya tarixi. Mən də bunu sinxron tərcümə eləyirəm də, çünki çox sadədir də. Məsələ bu 19-cu əsrdə, 20-ci əsrdə yazılıb deyə, dil mənim üçün çətin deyil. Elədim, həmin adam mənə təşəkkür elədi və dedi ki, olar ki biz sən buradan Pirlifə çıxanda, yəni günorta yeməyinə çıxanda görüşək. Dedim, olar. Mən darıca çıxanda gördüm ki, o milli kitabxanamızın o pilləkənləri ki var, pilləkəndə mənə ayaqsı gözləyir adam. Görüşdük, dedi, bəs mən Kamil Vəliyevəm, mən də bunun adını eşitmişəm, özünü şəxsən görməmişim, o dövrdə bu çox məşhur bir adam idi. O Elçin Əfəndiyevlə, Aydın Məmmədovla, o dövrün görkəmli adamları ilə, belə deyək də, əlaqəsi olan, elmdə imzası olan bir şəxsiyyət idi. Məni evinə dəvət elədi ki, çörəyini evinizdə yiyək, mən utandım, getmədim. Sonra o dedi ki, bəs belə bir şey var ki də, biz sənə kömək eləyə bilərik ki, sən o kitabın şeyini götürəsən, kserokopyasını.
O vaxt era maşınlardan çıxardırdılar. İndiki kimi sadə deyildi. Və onlar bunu təşkil etdilər. Bunu bir ayrı vaxt danışarım. Bu böyük bir temadır ki, bu necə əldə olundu. Mən də gətirdim kitabları və 2 cildin ikisində. Hətta rahatlıqla evdə oxuyuram, tərcümə eləyirəm, elədim. Amma tərcümə necə edirəm? Deyək ki, məsələ, orada bir cümlə gedir ki, filan dövrdə filan hadisə baş vermişdi. Mən baxıram görək, Azərbaycan tarixşünaslığında o hadisə ilə bağlı nəsə var, yoxsa nəsə yoxdur. Rus tarixşünaslığında var, nəsə yoxdur. Bu qayda ilə eləyirəm. İndi Allah qoysa, mən sizə bağışlayacağım o əsərlərdən də hər birinizə. Evdə varımdır. Yəni, çox böyük, məsələn, nəhəng iş getdi. Mən bunun hamısını elədim. Və o dövrdə də bazı bir kitab buraxdırdım, Səyahətnamə Şərdən. Və həmən o kitabı, o dövrün görkəmli alimləri var idi. Məsələn, Rəşid Göyüşov var idi, Mikail Heydərov var idi. Sonra Mahmud İsmail var idi. Sonra da Mahmud Ovutulladı da. Mahmud İsmail var. Sonra İqrar müəllim var idi, bildiyiniz kimi. Nə bilim, çoxlu insanlar. Sonra Vaqif Piriyev var idi. Onların hamısına mən o kitabı hədiyyə elədim. Bazı kitab idi belə, Səyahətnamə. Bir aydan sonra getdim, hamı dedi ki, mənə heç nə verməmsən. Və ondan sonra mən bir daha getmədim tarixin üstünə. Mən elə sözünüzü qüvvət burada soruşacaqdım ki, siz uzun illər elmi pedaqoji fəaliyyətlə məşğul olmuşsunuz, amma əvvəl təyinatla onu deyim ki, xarici dilləri o dövrdə institutunu bitirib, fransız dili müəllimi kimi də fəaliyyətə başlamışsınız. Fransız dili və Azərbaycan dili. Azərbaycan dili. Sonradan müstəqillik illərində ali məktəbdə burada Şəkidə ilə dərs deyilmişsiniz. Bizim Pedaqoji Universitetin Şəki filialında da Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişsiniz. Sonra akademiyanın Şəki regional mərkəzinin uzun illərdir bildiyimə görə əməkdaşı olmuşsunuz. Bu günəcən gərək ki, çalışırsınız. Doktor və el sənətləri laboratoriyasına rəhbərlik eləmişəm. Aysul. Amma müdafiə eləməmişsiniz. Bəli. Çox maraqlıdır ki, sizin kifayət qədər araşdırmalarınız var və çox, belə deyək, tutarlı, samballı mülahizələriniz var. Folklorla da bağlı, tarixi yönündə də, ədəbiyyatla da bağlı. Amma, yəni, səbəb nə oldu ki, biraz elə bu mövzunu bir qədər genişləndirək ki, onun səbəbini bir biləydik. Səbəbi oldu ki, mən dedim də sizə, mən bir daha getmədim tarixin üstünə. O ərəfədə, deməli, mən Aydın poemasını yazmışdım, arası 91-ci il idi və bu Aydın poeması nəşr olunmuşdu. Və Aydın poeması çox yaxşı qarşılanmışdı. Çünki mən orada Aydına adi bir adam kimi yox, həm türkoloq kimi, həm Milli Məclisin üzvü kimi, həm alim kimi, ancaq məsələ bütün bunların hamısını Aydına layiq şəkildə mən eləmişdim. Yəni Aydına məsələ mən o şəkildə yazmağım o dövr üçün, Azərbaycan ədəbiyyatı üçün harasa müəyyən qədər özü də bir yenilikdir də, məsələn, belə ki, bu şəkildə, məsələn, əsər yazmaq, adamların hamısı sağ ayaq üstə, bayaq da bu söhbət elədik bir-birimizlə və buna görə də mən Aydına tamamilə başqa böyük bir sevgi ilə yanaşdım ki, və ay sağ olun, sizi çox xahiş edirəm, təşəkkür edirəm eyni zamanda. Mən yazdım ki, gəldim sənə baş əyim, ey müqəddəs başdaşı, şırım-şırım izaşmış, üzərində gözyaşı, oxşayan kim, öpən kim, dil deyib qucaq-qucaq, üstünə gül səpən kim, ağlamaqdan gülün də gözünə qan sağılmış, nə kül töksün başına dünya evi dağılmış, o ki haman dünyadır, şöhrəti də, şanı da, şirin şəkər canı da, mərddən uman dünyadır, namərd ilə işi yox, ayrı bir vərdişi yox, dünya yaman dünyadır, sən adi bir daş idin, daşlara yoldaş idin, taleyə bax, baş daşı, qardaşsız Aydınımın sən olmuşsan yoldaşı. Hardasa Aydının taleyini mən nəzər yetirəndə, onun bir il Həştərxan həbsxanasında yatmağını da yaddan çıxartmadım. Orada həqiqi mənada Aydın özü ilə bərabər olan məhbus yoldaşlarına deməli, türkologiyadan uzun-uzadı söhbətlər eləyirmiş. İndi baxma ki, məsələn, onlar məhbusdular, amma o demək deyil ki, məsələn, məhbusda heç nəyi bilmir. Səni çağırdı rəis, bir il yetincə başa azadlıq bəxş olunur.
Dedi Aydın yoldaşa, azadlıq peşkəş isə dedin qəbul etmirəm. Cənnət bu məhbəsdədir, cəhənnəmə getmirəm. Qovma məni, amandır, ora buradan yamandır. Rəis dedi, qanmadım. Eşitdim, inanmadım. Qanmaq nağıldır balam. Olmasa heysiyyətin, de hansı məhbəs deyil bu 15 məmləkətin. Səndən böyük rəislər, bir də rəis başı var. Onların da sənin tək rəis məsləkdaşı var. Krım Tatarı bilmir, harda yerləşir Krım. Arzusu pərən-pərən, ümidi qırım-qırım. Azərbaycan Arazdan aşağı İrandadır, şimalı bu yandadır. Ora İran deyilir, buraya SSR zindan deyirlər biri. Xalqları mismar kimi doğrayır kəlbətinlər. Bir ölkə daxilində bölünüb asetinlər. Ey rəis, göz hərləyib baxsana Dağıstana. Başdan başa bir ölkə dönüb Lağlağıstana. Orada xoruzlar belə Rus dilində banlayır. Mən varam deyənləri pərt eləyir, danlayır. SSR bir yana, dünya həbisxanadır. Sən qanmıram deyirsən, ürəyimi qanadır. Millət var ki, özü yox, qalıb quruca adı. Amerikada Hindu muzey eksponatı, 3-4 nümunəsi var. Nə adlar içrə adı, nə səs içrə səsi var. Sən azadlıq deyirsən, qadan alım o varsa, iynənin ucu boyda ümid yeri olarsa, məni qurban de ona. Çilə qızıl qanından 2 şaqqa bölünəm bəxtsiz Azərbaycana. Mən bunu bu qayda ilə yazdım. Mən orada yazdım ki, gələ-gələ düşünürdüm yol boyu, axı Aydın bir il yatdı türmədə, həbsxanada. Deyir, gələ-gələ düşünürdüm yol boyu, bir il mənsiz çalınıbdı kənd toyu. Qarazurna həsrət idim səsinə, bir hava çal bu dünyanın yarımayan kəsinə. O havanı çalsan, bilsən salarsan. Bu dünyadan alıb məni o dünyaya salarsan. Zilə qalxsan, gözlərimə alpər tonqa görünər. Bəmə insən, türk dünyası qızıl qana bürünər. Hərdən birdən sızlayırsan, dil deyirsən, elə bil. Səndən özgə kimdə vardır belə ləhcə? Belə deyil, qara-qara pərdə vardı başımda. Mən bu sehri görməmişdim yaşımda. Hər zəncölən bir pərdəni əridir, min illərin sevincini, qəmini ürəyimə yeridir. Xəyalıma kimlər gəlir? Qazan xan. Yenə ona asi düşüb Alparus. Ey türk oğlu, ağıllı ol, bir dayan. Sən yediyin çörəkdə heç yoxmuduz? İç oğuzdan dış oğuza daş atma. Öz əlinlə öz başını qanatma. Mərə kafir ayıq durub bərədə, onun kini soyumayıb hələ də. Üstünüzə qurt yağı mı sürtülüb? Yaman yerdə gözləriniz örtülüb? Qara zurna yana-yana çalır yanıq kərəmi. İllər boyu yanacaqdır türkün sınıq kərəmi. Haman alov zaman-zaman gözümüzü yandırır. Beynimizdə lopa tutub özümüzü yandırır. Heyv, heyv, paxıllığın gücündən bir baş qaldırıb bir yolluq öz içindən. Baxan yox, boylanan yox, neçə kərəm ayrı düşüb kösündən, heç indiki kərəmlərə yanan yox, dodağında quru odun parçası. Nələr deyir, nəfəsi ilə ələfsər, türkün böyük oğlunu da qanan yox, o türkə bax. Qulağının dibində böyük qaval döyülsə də kar etmir, bu türkə bax. Yüzlük gəzir cibində, bir manata tamaq salır, ar etmir. Keçələmizə Koroğluya oynayır. Şabaş verib ofsa salan türkə bax. Qara zurna dönüb birdən göynəyir, götürməsin. Bu naləni varsa haq, qız gəlinlər yığışıbdı mağara. Ağ kələğa yıxınalanmış əl gözəl, ürək kimi vurur bala nağara. Belə yerdə yanan xoşbəxt, kül, gözəl, o deyəni deyə bilməz dil, gözəl. Heyf, ömrün sınaqları çox olur, tərifindən qınaqları çox olur, məclisləri, yığnaqları çox olur, qismət olmur Koroğluya hər gözəl. Qara zurna,
Gözlərimi yaş oyur, gözüm yaşı, aman Allah taş oyur. İndi nədən bir yastığa baş qoyur, kesələmcə, Nigar kimi bir gözəl. Və Aydının dəfni, mən onu bütün o acızı ilə təsvir elədim. Biz deyək ki, məsələn, bizə rəqib, eyni zamanda bizə tarixi düşmən kimi baxan, ermənilərin tarixçisi, etnoqrafı, o cümlədən dilçisi ilə söhbət eləyəndə, mübahisəyə girəndə, bizim Sovet dönəmində buraxdığımız o böyük səhvlər bizim gözümüzə günahımız kimi durur. Başımıza da qaxınc olur. Bəli. Və məsələn, mən çox əzab çəkirəm ki, qardaşım, əgər sən bu şeyə hazır deyilsən, sonra çıxma. Nəyə çıxmısan sən ora? Məsələn, o durub sənə danışası, Fabus, məsələ deyək ki, Buzantdan, Fabustos Buzantdan, amma sənə danışmaq üçün sözün, söhbətin yoxdur. Sən nə məsələ Xorenli Moiseyi oxumamısan, nə də o birisini oxumamısan, nə də deyək ki, məsələn, başqa Rimski, Qreçeski, yəni Roma, Yunan, o cümlədən ərəb, fars, tarixçilərin sən tanışla deyirsən, qardaşım, bu Panama qoymaq olar başa, amma Panamanın içindəki baş olsa da qardaş, çıxma ora. Ona görə də mən bu əsərləri yazanda, inandırıram səni, yüzlərlə kitab oxumuşam. Yüzlərlə. Mənim elə məqalələrim var ki, bir dənə məqaləni yazmaq üçün 200 dənə kitab oxumuşam. Ki, bəlkə olsun, mən səhv eləyirəm. Görək, məsələn, İngilis nə cür deyir, görək, Fransız nə cür deyir, Rus nə cür deyir bunu. Bunların müqayisə götürmək, benim müstəviyə gətirmək, bu elə belə olan şey zad deyil ki. Məsələn, mən o indisi göstərdiyim kitab ki var idi, Məqalələr məcmuəsi, zaman və ədəbiyyat dilemması qarşısında adlanır bu. Burada mən ön sözdə yazmışam ki, bizim, məsələn, Sovet dönəminin elə yazısı, nə bilim, şairi, dramaturqu, publisisti oldu ki, onlar, məsələn, 21-ci əsrə tam kəsə bilmədilər. Bir hissəsi 21-ci əsrə keçdi, bir hissəsi qaldı, məsələn, 20-ci əsrin kömrükxanasında. Kömrükdən bunu buraxmadılar. Məsələn, bizim elə, məsələn, Sovet dönəmində tanınmış, belə deyək, necə deyərlər, təbliğat hesabına populyarlaşmış yazısı və şairlərimiz var idi ki, bunların 7 cild, 8 cild əsərlər çap olunmuşdu. Amma 21-ci əsr bunları 3 cildlə, 5 cildlə zorla, o 20-ci o 3 cild, 5 cild var, ha? Onun özünü də hələ yarı-bayarı bölmək imkanları var. Yəni, xətir-hörmətlə, məsələn, belə şeylər, məsələn, mən ona görə də adını qoydum, zamanın tərəfində olmaq, yoxsa ədəbiyyatın tərəfində olmaq. Zamanların mı yazısı olmaq, yoxsa zəmanənin mi yazısı olmaq. Bunlar ayrı-ayrı şeylərdir. Ona görə də, məsələn, mən bu əsərdə, bu həm də tələbələr üçündür də, bu dərs vəsaiti kimidir. Mənim xüsusi bölmələrim var. Birincisi, Türk sufi ədəbiyyatı ilə bizim tanışdığımız yoxdur. Varsa da azdır. Çox məhduddur. Məhduddur da, indi kifayət qədər geniş deyil. Mən orada haradasa Rumini götürmüşəm, Nəsimini götürmüşəm, Yunus İmrəni götürmüşəm. Bunların yaradıcılığı üzərində o sufi ədəbiyyatı istəmişəm ki, müəyyən mənada izah edeyim. Əlbəttə, mənim qabağıma deyək ki, sufi ədəbiyyatı belə, azdan yasına qədər tədqiq eləmək məqsədim olmayıb, ancaq istəmişəm ki, tələbə səviyyəsində, müəllim səviyyəsində bu aydınlaşsın. Məqsədim mənim bu olub, buna görə də bunu işləmişəm və Yunus İmrə məsələsi. Yunus İmrə bilirsiniz ki, Türk ədəbiyyatında çox məşhur addır, imzadır. Bizim Azərbaycanda da onun Güldəstə adında şeirləri kitab halında çap olunub. Amma bizim Azərbaycanda çap olunan kitablar ən sonuncu kitab istisna olmaqla orada da deyilir ki, bəs ona həm də Azərbaycanda qəbri vardır. Amma əvvəlkilərdə bu söhbət yoxdur və Anadolu Türkiyəsində bunun 10 yerdə 12 yerdə qəbri var, amma orada bunun heç yubileyini keçirmək mümkün olmur. Ona görə ki, bu şəhərdə keçirirsən, o şəhər deyir ki, bizdə keçirilməliydin, düzgün keçirmədin. Amma Azərbaycanda bunun qəbri bir yerdədir. Qax rayonunda,
Oğuz qəbri, Oncalı kəndinin Oğuz qəbristanlığındadır. Mən də dəfələrlə o qəbri eləmişəm ziyarət. Mübarək, ruhu şad olsun Yunus İmrənin. Özdə əsərlərini sonra gəlmişəm, diqqətlə oxumuşam. Görmüşəm ki, Yunus İmrənin əsərlərində çoxlu qürbət şeirləri var. Sufilər üçün axı bilirsiniz də, məsələn, bu dünya qərib dünya, deyək ki, əbədiyyət dünyası, əbədi dünya sayılsa da. Amma məsələ buradadır ki, Yunus İmrədə çox şey var ki, o onun qəribsiliyi ilə bağlıdır ki, onun yəni qərib olduğunu göstərir ki, bu darıxır. Ona görə də mən o Yunus İmrədə o yerlərə diqqət eləmişəm. Diqqət eləmişəm ki, Yunus deyir ki, bülbülə deyir ki, qalalı şəhrim mi qaldı, yanamus arım mı qaldı, qürbətdə yarım mı qaldı, ne üçün sızlarsan bülbül hey. O formantı Anadolu'da doğulub, Anadolu'da böyüyen şair yaza bilməz. Bunu ancaq Anadolu'ya geyib çıxan Türk şairi yaza bilər. Və eyni zamanda da mən baxdım dəfələrlə, gördüm ki, o Əhməd Qabaqlı bəyək deyirdim. Ordunun verdiyi məlumatlar doğrudur, amma hamısı yox, bəziləri doğrudur. Amma ordunun verdiyi çox böyük qiymət var. Deyir ki, bəs Yunus İmrə Oğuz ləhcəsinin ümum Türk bədii dili səviyyəsinə qaldıran şairdir. Məsələn, o deyər ki, Səlcuq ləhcəsinin də, elə deyil. Anadolu'da oturan olan deyir, Oğuz ləhcəsinin. İndi doğrudan məsələn, bax, məsələn, bunun şeirlərin gözəliyini sanırlar. Bax, gör nəzirdə. Deyir ki, bizdən ötürü xeyir dua, qılanlara salam olsun. Adətən adamlar qabaq-qabağa gəlinə deyir, salam aleyküm, hə? Bu yenə deyir ki, biz dünyadan gedər olduq, gedirik bu. Qalanlara salam olsun. Formanta bax, ha, gör necə böyükdür bu. Dünya ədəbiyyatında ikinci belə bir format yoxdur. Sonra qayıdır, orada yazır ki, xəstə ikən, nə bilim nə ikən. Ən son, Dərviş Yunus söylər sözü, yaşla dolub iki gözə, bilməyən nə bilsin bizi, bilənlərə salam olsun. Hətta məsələn, mən Təbrizdəydim, orada çox gözəl bir ədəbi məclis gedirdi, Firdevsi əncümənin üzvləri ilə bir yerdə. Orada mən Yunus İmrədən söhbət düşəndə, dedim ki, bax, Yunus İmrə o adamdır ki, deyir ki, ey ulular, eşidin, axır zaman olmuşdur. Sağ müsəlman seyrəkdir, o da güman olmuşdur. Getdi bəylər mürvəti, mindilər birər əti, yediyi insan əti, içdiyi qan olmuşdur. Özdə 2011-ci il idi. Dedim, cəmaat dekabr ayını gözləyir ki, mağazindən şam alırlar ki, güya axır zaman olanda bunlar şam yandırasıdır. Amma Yunus İmrə deyir ki, 800 il əvvəl bundan cəmaat, ay insanlar, eşidin, axır zaman olmuşdur. Yəni, o qədər böyük, o qədər nəhəng. Məsələn, deyir ki, dolab deyir, niyə inildərsən? İndi dolab deyir ki, mən necə inildəmiyim? Mən dağda bitmişdim, gözəl bir ağac idim, bir baltası gəldi, məni kəsdi. Axı, mən kəsilirəm, necə inildəmiyim? Nə bilim, bir ayrısı gəldi, budaqlarımı qırdı. Axı, mən budaq qırılıram, necə inləmiyim? Bir gülgər gəldi, dedi, bundan yaxşı dolab olar, şkaf olar. O da məndən şkaf qayırdı, mən necə, bir baxın, görün. Məsələn, bu gün Avropanın bizə modern ədəbiyyat adı ilə dediklərini, bu zarafat deyil, bu dildə asan söhbətdir. Yunus İmrə gör, neçə 100 il əvvəl bunu deyirdi. Elə, ona görə də biz özümüzün Türk ədəbiyyatımızı yaxşı öyrənə bilsək, bizim üçün Avropanın modern ədəbiyyatı da və bunun davamı kimi postmodern ədəbiyyatı da çox belə aydın bir şeydir ki, biz yolu çoxdan keçib gəlmişik, özdə laf belə ən son şedevrlər yarada gəlmişik. Mən ona görə də məsələn, bax, Şəkidə yaşamağıma görə Allah and olsun, səhərdən axşama kimi işləyirəm məsələn. Darıxmıram ay qardaş. Məni darıxdıran şey odur ki, ədəbiyyatımızın Şəkidə inkişafına biz çox diqqətli olmalıyıq. Çünki ədəbiyyat dil üzərində qurulan saraydır. Bunun kərpici də sağlam olmalıdır. Bunun deyək ki, əhəngi də
sementi də sağlam olmalıdır. Yəni bütün o dil materiallarına, yəni bədii dilimizin enməsinə biz imkan verməməliyik. Bunun üçün də ilk növbədə Azərbaycan təfəkkürünü və yaddaş kodlarını qoruyan ədəbiyyatın inkişafı üçün nədir ki, məsələ bir dənə otaq olmasın? Niyə olmasın? Yəni, məsələ, hər hansı bir adama nəsə tapılar. Bu, ədəbiyyatçıları bir yerə yığıb, onları ədəbiyyatın nəzəri, təcrübi, sonra dünya ədəbiyyatı ilə bağlı olan problemlərini izah eləmək üçün niyə şərait olmasın? Niyə şərait olmasın ki, Türkün ədəbiyyatı İngilisin və Fransızın ədəbiyyatından çox-çox güclü ədəbiyyatdır. Mən sadəcə bir şey deyim, hamı məsələ o vədə mən tələb olanda danışırdılar Jack Londonun həyat eşq hekayəsində. Adam da acdır, heyvan da acdır, elə də öyle. İndi heyvan da məsələ yeməyə şey axtarır, adam da, amma adam canavardan qabağa canavarın boğazını dişləyir. İndi o ac canavarla bu canavarın boğazını işin adamın nə fərqi var? Amma Türk ədəbiyyatında Ömər Seyfəddin var. Onun bir qəssab hekayəsi var. Deməli, bir qəssaba oğurluq üstündə ittiham edirlər. İndi hakim qərar çıxardır ki, ya bunun qolunun, əli ilə oğurluq eləyib də, ya qolu kəsilsin, ya da bunun haqqını edəsin. Burada qəssabdır da, o qədər pulu verə bilmir. Bir nəfər adam çıxır qabağa, deyir ki, o qolun qiyməti nə qədərdir? Deyirlər, filan qədər deyir, mən verirəm bu şərtlə ki, o qəssab mənim üçün işləsin. Razılaşırlar, qəssabın qolu daha kəsləsi olmur, amma qəssab onun üçün işləməli olur. Hər gün səhər işə gələndə, həmən o sahibkar deyirmiş ki, görsəm, mən olmasaydım, qolun olası döyüldü. Bir dəfə, 5 dəfə, 15 dəfə, axırda qəssab qolunu qoyur kötüyün üstünə, sapacaqla vurur qolunu. O bir əli ilə barmağından tutub, tullayır onun üstünə, deyir, buyur, mən elə qol istəmirəm. İndi baxın, görək. Jack Londonun hekayəsi güclüdür, mənəvidir, əxlaqidir. Yoxsa Ömər Seyfəddinin ki. Ona görə də, məsələn, mən özümüzün deyəndə təkcə Azərbaycan ədəbiyyatı baxımından demirəm, həm də özbək, deyək ki, məsələn, türkmən, oradan qazaq, nə bilim, oradan qırğız, oradan qaraqalpaq, buradan tatar, nə bilim, çuvaş, başqır, yakut. Bu ədəbiyyatlardan olan gözəl nümunələri belə müqayisəli bir şəkildə ortaya qoymaq lazım idi. Mən Sovet dövründə gedirdim kitabxanaya. O dövrdə axı bilirsiniz də Bakıda Lenin kitabxanası var idi. Sabir kitabxanası var idi. Oraya gedirdik ədəbiyyat dərnəyinə. Bizim o zaman dərnəyimizin rəhbəri bir ara Ağacavad Əlizadə, sonra Nərman Həsənzadə oldu. Allah ömür versin Nərman müəllimə. O vaxtı deyirdilər ki, müqayisə lazım deyil ədəbiyyatda. Ancaq mən illər keçdi, gördüm ki, ədəbiyyatın həqiqi simasını müəyyən etmək üçün müqayisə lazımdır. Özdə çox ağıllı, çox dəqiq və güzəşsiz. Güzəşsiz. Müqayisə lazımdır. Ona görə də biz öz ədəbiyyatımızı qorumaq istəyiriksə, biz eyni zamanda coğrafiyamızı, təfəkkürümüzün, beynimizin, Türk dünyamızın coğrafiyasını qorumuş oluruq. Vallahi indi bilmirəm sizə mən nədən deyim, nədən danışam. Buyurun. Vaqif müəllim, bayaqdan dinləyirəm, heç qəti istəməzdim ki, belə deyək, siz ara verəsiniz, amma lazım gəldi. Siz şairsiniz, gözəl ədəbiyyat bilicisiz, eyni zamanda tarixin dərinliklərinə baş vuran bir tədqiqatçısınız, araşdırmacısınız, folklorun da gözəl bilicisiniz və yaddaşınız da maşallah çox yaxşıdır. Üstəlik də mən bayaqdan dinlədikcə bilirsiniz, nə açıq mənə xüsusi belə zövq verdi. Şairlər adətən öz şeirlərini belə qolun qıçını sındırıb şəkildə deyirlər. Amma siz elə şeirlərinizin də ən gözəl deyərdim ki, mahir bir qiraətçisiniz. Bu, hər şairə nəsib olan şey deyil, doğrusu. Bütün bu sadaladığım keyfiyyətlərlə bir yerdə siz özünüz də nadir bir insansınız. Yəni, üzünüzə demək olmasın. Sizin kitabxananız da nadirdir. Elə bir bunlar da bir uzlaşır o keyfiyyətlərinizlə. Bu kitabxananız, burada olan xüsusilə bir neçə kitab var ki, yaşı baxımından, əhəmiyyəti sambalı baxımından bəlkə də Azərbaycanda doğrudan da tək-tük hardasa tapılar. Məsələn, bu kitab, elə bayaqdan mən qarşıma qoymuşam, əyləşəndən Namiq Kemal Zeybəkin, Türkiyənin keçmiş mədəniyyət nazirinin şəxsən sizə
öz imzası ilə bağışladığı Göndərdi. kitabdır. Özdə siz Yunus Emre'dən danışdınız. Bu da digər bir dahinin, Bəli, Ruminin məsnəvisidir. bəli. Mən həmişə Təbii ki, bu deyirəm ki, qiymətlidir. Farsada, Farsada o kimdirsə Rumi, Türkçədə də Yunus Emre odur. Yunus Emre, bəli. Bəli. Sonra bayaqları o fransız dilində olan o kitabı Bəli. mənə çox maraqlı gəldi, açığı. Ən azından bu Don Quixote. kaligrafiya mədəniyyəti məni belə heyran elədi ki, 1845-ci ildə çap olunmuş kitab. Elə bu yarım əsrdir sizdədir. Siz tələbə vaxtından yuvarlaq desə, indi bir yarım il, bir il o yana, bu yana. Bəli. Siz onu ikincisindən o vaxt əldə eləmişsiniz. Bəli. Bax, bu kitabın özü nadirdir. Nə bilim, burada çoxlu sizə bizim hörmətli alimlərimizin, yazıçılarımızın avtoqrafla bağışladığı kitablar var. Və Kişdə bugünəcən arada o bir balaca müəllimlik dövrü, tələbəlik dövrünə çıxmaq şərti ilə bütün həyatınızda bax, doğulduğunuz, əsliniz kökünüzlə bağlı olduğunuz bu kənddə keçib. Elə bunun özü də bir nadir bir xüsusiyyətdir. Həm də mən bir daha əmin oldum ki, sizlə danışa-danışa, sizi dinləyə-dinləyə, deməli, gözdən, könüldən uzaq sayılan bir yerdə yaşayıb anda qiymətli də olmaq mümkündür, hörmətli də, maraqlı da, nadir də. Bunların hamısının tam belə dolğun ifadəsi, Allah ömür versin, sizdə öz əksini tapıb. Çox şad oldum ki, bugün sizlə həm söhbət edik və bu təqribən bir saat vaxt necə gəldi, keçdi, valla demək olar xəbər tutmadım. Mən əslində daha çox istəyərdim sizi dinləyəm, amma bir, o necə deyərlər, hər bir şeydə yaradıcılıq çərçivə sevmir, qəlib sevmir, həd sevmir, amma bəzən bir veriliş üçün, bir söhbət üçün, bir yazı üçün ara vermək lazım gəlir. Bəlkə də ara vermək ona görə lazım gəlir ki, növbəti görüşə də bir yaxşı mənada bəhanə olsun və səbəb olsun. Allah sizə ömür versin. Və beləcə həmişə şövqlə qurasınız, yaradasınız, daim diqqət mərkəzində olasınız. İnanıram ki, özlə yaddaşınız da elədir. Nədənsə məndə qəribə bir içərdən inam var ki, inşallah hələ sizi qarşıda uzun, sağlıqlı bir ömür gözləyir. Yəni bizi o mənada da məmnun edəcəksiniz ki, hələ uzun illər quracaqsınız, yaradacaqsınız, zövqümüzü oxşayacaqsınız. Allah sizdən razı olsun. Nə yaxşı ki, siz belə varsınız. Mən də çox belə özümü xoşbəxt hesab elədim ki, biz bugün belə xoş anlar keçirdik. Mən sizin səsinizi telefonda eşitmişdim, üzünüzü gördüm. Bu, Yusif Balasaqunlunun bilirsən də 1069-cu ildə yazdığı məşhur bir kitab var, Qudatqu Bilik. Orada deməli bu gün doğdu ilik, ay doğduya sual eləyir ki, göz xoşluğu nədir? Ay doğdu cavab verir ki, göz xoşluğu istədiyin şeyə baxmaqdır. Sonra ikinci sual verir ki, bəs könül xoşluğu nədir? Ay doğdu, yenə də gün doğdu eliyə cavab verir ki, könül xoşluğu istədiyin adamla həm söhbət olmaqdır. Biz bugün hər ikisini yaşadıq. Həm göz xoşluğunu, həm könül xoşluğunu yaşadıq, həm də çox müqəddəs adamların adları yadımıza düşdü. Allaha and olsun, mənim də ola sevdiyim o qədər böyük yazıçılar var ki, məsələ desəm ki, birini ən çox sevirəm, yalan söhbətdir. Çoxdur mənim sevdiklərim. Deyir, qaçıram sevdiklərimdən. Məni bəhkə çəkib, zora salırlar. Əvvəl keçirirlər oddan, alovdan, sonra itələyib qora salırlar. Qaçıram sevdiklərimdən, məni sevə-sevə tora salırlar. Qaçıram sevdiklərimdən, onlar da mənimlə birgə qaçırlar. Hər gün sevə-sevə gedib gəldiyim yolların başına oyun açırlar. Qaçıram sevdiklərimdən, amma ki çıxırlar yolumun üstə, birisi yapışır ayaqlarımdan, o biri ad yazır qolumun üstə. Qaçıram sevdiklərimdən, tökürəm yollara alın tərimi, ölümü birinci qarşılayıram, ölümsüz edirəm sevdiklərimi.
Allah onları qorusun. O Amin. cümlədən də Allah, Tanrı sizi qorusun. Mən çox minnətdaram. Məsələn, mənim üçün bugün elə bildim ki, illər boyu axtardığım insanlara rast gəldim. Beləliklə siz bizim evə elə bir işıq gətirdiniz ki, üzünüzdə olan təbəssümün işığı, lampaların işığını ötdü. Allah sizi var olsun. Mən də sizə təşəkkür edirəm. Var olun. Çok sağ olun. Var olun. Hemşe sizin evinize, ocağınıza hoş günlere yığışaq, hoş günlere gələk. Amin. Amin. Əziz izləyicilər, beləliklə bizimkilər proqramında növbəti verilişimiz sona yetir. Düşünürəm ki, söhbətimiz çox maraqlı oldu. Vaqif müəllimin fikirləri, mülahizələri, onun istedadı, yaradıcılığı hər birinizin zövqünü oxşadı. İnşallah növbəti görüşədək. Allah amanında.